Bugün ətrafında danışacağımız mövzu İslam dininin qadağan etdiyi, lakin özlərini İslama nisbət edən bəzi firqələrin, məzhəblərin halal saydıqları siğə nikahı barədə olacaqdır. Ümumiyyətlə bilmək lazımdır ki, İslam dini insanların ağıllarını, canlarını, mallarını qorumağı, hifz etməyi önünə məqsəd qoyduğu kimi, o cümlədən də onların əxlaqlarını, namuslarını, ırzlarını və xüsusən də insanların nəsillərini qorumağı, hifz etməyi önünə məqsəd qoymuşdur. Və bu səbəbdən də İslam dini insanlara, gənclərə evliliyi əmr etmiş, onları daimi nikaha, evliliyə təşviq etmiş və bunun müqabilində zinanı və zinaya aparacaq, səbəb olacaq bütün yolları, vasitələri qadağan etmişdir. Uca Allah öz kərim kitabında buyurur ki, وَلَا تَقْرَبُوا الزِّنَا Yəni, zinaya yaxın belə durmayın. Yəni, hətta o əməlləri belə etməyin ki, o əməllər sonda sizi zinaya aparıb çıxarmasın. Və İslam dininin bu çirkin əməli qadağan etməsində əsas məqsədi insanların əxlaqlarının qorunması və onların nəsillərinin itməsinin qarşısının alınmasıdır. Çünki məlumdur ki, zina nəticəsində nəsillər bir-birinə qarışır. Nəsillər ümumiyyətlə itir. Kimin kimdən olduğu, kimin belindən gəldiyi bilinmir. Nə ata övladını tanıyır, nə övlad atasını. Və bu əslində insan övladı üçün zəlillikdən, rəzillikdən başqa bir şey deyildir. Və bu səbəbdən İslam dini zinanı qadağan etmişdir. Çünki İslam dininin ali məqsədlərindən birisi, bayaq qeyd etdiyim kimi, insan övladı üçün zəlillik, rəzillik sayıla biləcək hər bir şeyin önünü almaq və insanı bu kimi zəlil və rəzil olan işlərdən uzaq tutmaqdır. Və biz diqqət etirsək görərik ki, İslam dininin zinanı qadağan etməsində olan bu illət, bu səbəb eyni ilə siğədə də mövcuddur. Və o səbəbdən İslam dini zina ilə siğa arasında heç bir fərq qoymamış, zinanı qadağan etdiyi kimi eyni ilə siğəni də haram etmişdir. Bir anlıq özünüz təsəvvür edin ki, bugün yaşadığımız dövrdə müvəqqəti nikahın, yəni siğənin ən çox yayıldığı İran cəmiyyətində öz atalarını tanımayan siğədən törənmiş milyonlarla uşaqlar mövcuddur. Hansı ki, onlar öz atalarının kimliyini belə bilmirlər. Məgər bu rəzillikdən və zillətdən başqa bir şeydirmi? Təsəvvür edin ki, bir kişi belə bir cəmiyyətdə bir qadın ilə müvəqqəti nikaha girir və ondan bir qız övladı olur. Və müəyyən bir vaxt keçəndən sonra, 15 ildən, 20 ildən sonra həmin qız uşağı böyüyür, o da öz anasının yolu ilə gedir və bu kişi, yəni həqiqətdə bu qız uşağının atası bir gün gəlib özü də bilmədən öz qızı ilə müvəqqəti nikaha girir. Bax, İslam dininin elə zinanı qadağan etməsində əsas məqsədlərindən birisi budur. Kimin kimdən olduğu bilinmir, nəsillər itir. Və bu insan övladı üçün, bəşər övladı üçün rəzillikdən, zillətdən başqa bir şey deyildir. Və bu zillətin özü zinada olduğu kimi heç bir fərq olmadan siğədə də mövcuddur. Məgər bunu anlamaq üçün dərin elmə, çox saylı dəlillərə ehtiyac mı var? Və bir anlıq özünüz təsəvvür edin. Görəsən, belə bir uşaq özünün bu formada biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Yaxud hər hansı müvəqqəti nikah həvəskarı birisi elə özünün bu formada, yəni anasının bir neçə saatlıq kimləsə mazaqlaşması sonrasında dünyaya gəlməsinə razılaşa bilərmi? Yaxud hər hansı müvəqqəti nikah həvəskarı birisi başqası üçün rəva gördüyü bu əməli öz sevdikləri və yaxınları üçün rəva bilərmi? Ümumiyyətlə bu din, iman, əxlaq, ağıl və nəhayətində qeyrət və namus sahibi bir kəsin qəbul edə biləcəyi, halal görə biləcəyi bir əməl ola bilərmi? Təsəvvür edin, bugün istər İranda və istərsə də müvəqqəti nikahın yaygın olduğu digər ölkələrdə siğə evləri var. Rəsmi siğə saytları mövcuddur. Bu saytlara daxil olurlar. Öz zövqlərinə, tələblərinə uyğun qadınları seçirlər. Onların haqlarını, pullarını ödəyir və sonra da öz aləmlərində güya ki, onlarla müvəqqəti evlilik həyatı qururlar. Və dəhşət burasındadır ki, dırnaq arası bu kişilər etiqad edirlər ki, həmin anda, yəni o yarım saat, o bir saat ərzində həmin qadın o kişinin zövcəsi, xanımı, həyat yoldaşı, yəni namusu və qeyrəti sayılır. O qadın ki, elə həmin gün o kişidən öncə onlarla kişi ilə görüşür. Və bu, hər gün bu minvalla davam edir. Aylarla, illərlə və o kişidən də sonra bu cür davam edəcək. Təsəvvür edin, bir qadın özünə möminə deyir. Və bir ay ərzində bu qayda ilə, bu minvalla yüzlərlə kişilərlə görüşür. Və onunla görüşən hər kişi etiqad edir ki, onunla olduğu anda həmin o müddətdə o qadın onun zövcəsi, yəni həyat yoldaşı, namusu və qeyrəti sayılır.
Lakin həqiqətdə bu elə namussuzluğun və qeyrətsizliyin özüdür ki, İslam dini, nəinki İslam dini, ümumiyyətlə əxlaq, din, iman, ağıl, namus və qeyrət sahibi olan birisi heç vaxt belə çirkin əməllərlə razılaşa bilməz. Bir dəfə dedilər ki, Əli Aleyhisselam siğəni mütəni müvəqqət edilməni halal bilir. Durdu, qışqırdı, bağırsın, bazaldı, yalan söhbətdir, əl yalan danışır, Peyğəmbər belə hökm verməyib, filan bəs məkan. Biri qayıtdı ki, ay kişi dayan da bir, hara səs-küy sarırsan, get, anamdan sorulur. Bu qəzəblə gəldi anasının yanına, bu nə söhbətdir? Anası dedi ki, valla da öldürməməli, bu söz deyim də, atom məndən evlənməmişdən qabaq məni siğə eləmişdi, siğədən sən dinləyə gəlmişsən. Və bu məqamda böyük şiə alimi Əbu Cəfər Ət-Tusinin bir sözünü xatırlatmaq istərdim. Deməli, bu alim şiə məzhəbinin böyük və qaymaq alimlərindən sayılan, həmçinin bu məzhəbin təməlini təşkil edən bir neçə kitabın müəllifidir. Yəni bir sözlə Cəfəri şiə məzhəbində sayılıb, seçilən və sözü keçən bir neçə alimdən birisi sayılır. Özü də bilmədən, yaxud fərqinə varmadan, əslində siğənin bir utanc və zillət qaynağı olduğunu öz kitabında dolayısı yolla belə ifadə edir. Deyir ki, Əhl-i Beytdən olan bir qadınla əsla siğə etmək olmaz. Çünki belə bir hal o qadın üçün zəlillik və onun ailəsi üçün utanc qaynağıdır. Yəni ey Tusi, sən və sənin əmsalında olan hər kəsə sual veririk. Məgər Əhl-i Beytdən olan bir qadın üçün zillət və utanc qaynağı olan bir əməl digər müsəlman qadınları üçün şərəf və izzət sayıla bilərmi? Həmçinin bu məzhəbin, yəni Cəfəri şiələrinin, yəni siğəni halal sayan, onu insanlar arasında təbliğ edən, hətta siğənin fəzilətlərinə dair kitablar qələmə alan bu məzhəbin kitablarında qeyd olunur ki, bir gün Abdullah İbn Sinan adında birisi Cəfər İbn Muhammedin, yəni İmam Cəfər Sadiqin yanına gəlib ondan siğə barədə soruşur. Və İmam Cəfər Sadiq ona cavab verərək deyir ki, özünü bu cür əməllə siğə ilə mundarlama. Yəni İmam Cəfər Sadiq özü deyir ki, bu əməl mundar bir əməldir. Özünü bu cür əməllə mundarlama. Və başqa bir rəvayətdə qeyd edilir ki, başqa bir adam, Hişam İbn Həkəm, Cəfər İbn Muhammedin yanına gəlib, o da eyni ilə imamdan siğə barədə soruşduqda, imamın ona cavabı belə olur. Deyir ki, biz tərəflərdə bunu fasiqlərdən başqası etməz. Ümumiyyətlə onu qeyd edim ki, siğənin haram olması o qədər açıq və dəqiq bir məsələdir ki, demək olar ki, bütün İslam firqələrinin təməl kitablarında bu barədə kifayət qədər hədislər və səhih rəvayətlər mövcuddur. Və təkcə bunu qeyd etmək kifayət edər ki, siğənin Xeybər günü haram qılındığını göstərən hədisi bütün İslam mənbələri Əli ibn Əbu Talibdən rəvayət etmişlər. Yəni bu hədisi Əhl-i-Sünnət məzhəbi ilə yanaşı İbadiyyə məzhəbi, İsmaili şiələri, Zeydi şiələri, həmçinin Cəfəri şiələri öz kitablarında rəvayət etmiş və bu rəvayətin Əlidən nəql olunması məsələsində ittifaq etmişlər. Yəni Əli ibn Əbu Talib, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günü ev uzunqulağının ətini yeməyi və o cümlədən qadın siğəsini haram etdi. Və bu hədis, yəni Əlinin Peyğəmbərdən bu rəvayəti demək olar ki, bütün İslam firqələrinin təməl kitablarında, o cümlədən də Cəfəri şiələrinin kitablarında səhih sənədlərlə mövcuddur. Və bu məqamda belə bir sual ortaya çıxa bilər. Deyilə bilər ki, əgər məsələ belədirsə, bəs nə üçün İslam dini gəldiyi ilk gündən siğəni haram etmədi? Çünki biz bilirik ki, ərəb cəmiyyətində müvəqqəti nikah anlayışı az da olsa var idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabından bəziləri məhdud şəraitdə, xüsusən də hərbi yürüşlərdə, səfərlərdə və xüsusən də əhli kitab olan, yəni Yahudi və Xristiyan qadınlarla müvəqqəti nikaha girmişdilər və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu onlara qadağan etməmişdi. Əslində İslamın bir əməli həmən qadağan etməyib, onu tədricli, mərhələli bir şəkildə qadağan etməsi xüsusiyyəti tək müvəqqəti nikaha aid olan bir xüsusiyyət deyil. Biz İslam dininin bu xüsusiyyətini digər haramlarda da görürük və bunun ən bariz nümunəsi İslam dininin şərab içməyi mərhələli şəkildə haram etməsi nümunəsidir. Çünki ərəb cəmiyyətində şərab içmək yaygın bir adət idi və İslam dini gələndə bunu həmən onlara qadağan etmədi. Əks halda bu onlar üçün məşəqqət olardı, insanlara çətinlik yaradardı və bunun səbəbindən insanlar İslam dinindən uzaqlaşar, ürküb qaçardı deyə İslam dini şərabı həmən qadağan etmədi. Hətta bəzi müsəlmanlar sərxoş olduqları halda namaza dururdular və bu səbəbdən Uca Allah öz kərim kitabında ayə nazil etdi ki, "Lə təqrabus-salata və antum sukara", sərxoş olduğunuz halda namaza durmayın. Lakin zaman keçdikdən sonra müsəlmanlar İslam tərbiyəsi, təlimi altında yetişdikdən və büxtələşdikdən sonra Allahu Teala şərabı da, siğəni də
və o cümlədən digər haram olan əməlləri müsəlmanlara qadağan etdi. Uca Allahın və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu əməlləri qadağan etməsindən sonra bu əməllər qiyamət gününəcən haram hökmündədir. Və son olaraq üzümü bütün şiə bacı və qardaşlarıma tərəf tutaraq tam səmimi bir şəkildə nəsihət edərək demək istərdim ki, özünüzün, əxlaqınızın, din və imanınızın kimlərinsə əlində alətə çevrilməsinə imkan verməyin. Bizim imamımız və alimimiz olan İmam Cəfər Sadiqin də dediyi kimi öz nəfslərinizi siğə çirkablığı ilə kirləndirməyin. Əzəmətli İslam dinində bu cür pak, ali və ülvi hisslər üzərində qurulmuş ailə anlayışı, evlilik məfhumu olduğu halda məgər bu cür siğə çirkablığına bir ehtiyac varmı? Özünüz düşünün. Bir anlıq düşünün. Uca Allahın bu ayəsi barədə düşünün. وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ. Uca Allahın qüdrət əlamətlərindəndir ki, o sizlərin öz nəfslərinizdən sizlər üçün qadınlar, zövcələr, xanımlar yaratdı ki, siz onlarda təskinlik, rahatlıq tapasınız. Və o Allah sizlərin aranızda sevgi və məhəbbət xəlq etdi. Heç şübhəsiz ki, bütün bunlarda düşünən, başa düşən insanlar üçün ibrətlər vardır. Baxın, İslamın qadına verdiyi dəyər, qiyməti bax budur. Uca Allah qadını əri onda rahatlıq və sakinlik tapsın deyənə xəlq etmiş. Ha belə onların arasında sevgi və məhəbbət yaratmışdı. Və heç şübhəsiz ki, bütün bunların hamısı yalnız və yalnız daimi nikahla, yəni evlilik həyatı ilə hasil ola biləcək şeylərdir. Və sonda İslam və ağıl nemətinə görə aləmlərin Rəbbi olan Allaha sonsuz həmd edirəm.